Göyçay Şehitler Xiyabanı 15 iyun 93 Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır. Azərbaycan dövlətinin bərpasının, müstəqilliyimizin dönməz olması bir daha ümmilli lider tərəfindən xalqın istəyi ilə, xalqın təkidi, xalqın xahişi ilə hakimiyyətə gəlməsi, müasir Azərbaycan dövlətinin yaranması, müasir Azərbaycan dövlətinin bərkidilməsi, müasir Azərbaycan dövlətinin yaşanmasına bir yol açdı. 15 iyun 93-cü il tarixi Azərbaycan xalqının daim yaddaşında qalacaq. Və bugün Göyçay Şəhidlər Xiyabanında heç kim tərəfindən ziyarət olunmayan, halbuki 93-cü ilin 15 iyun tarixində rayon icra hakimiyyətinin məsul şəxsi Zeynalov İkram Əloğlunu ziyarət edirik. Allah bütün şəhidlərimizə rəhmət etsin. Öz vəzifəsini icra edərkən vətəndaş müharibəsindən, dövlət servisine olunan cəhd zamanı canı qanı bahasına, şəhidlik zirvəsinə uzalan Zeynalov İkram Əloğlu. Təəssüflər olsun ki, bugün o kresloda oturanlar, eyni kreslonu bərkidib, isidib, orada əyləşib vəzifə tutanlar bu günlərim Zeynalov İkram Əloğlunu ziyarət etmədilər. Çox təəssüf olsun. Göyçay rayon İnformasiya Agentliyi, Nar TV, Dəmir Yumruğa sait olaraq bugün biz Zeynalov İkram Əloğlunu ziyarət etdik və Allah'tan bütün şəhidlərimizə müstəqilliyimiz, azadlığımız, torpaqlarımızın azad olunması, torpaqlarımızın qorunub saxlanmasında bütün şəhidlərimizə Allah'tan rəhmət diləyirik. Veteranlarımıza, qazilərimizə şəfa diləyirik. Allah dövlətimizi, xalqımızı, vətənimizi qorusun. Müstəqilliyimiz əbədidir, dönməzdir. Heydər Əliyev kəlamı ilə, ümmilli liderin sözləri ilə bugünkü çəkilişimizi bitiririk. Allah bütün şəhidlərimizə rəhmət etsin.